Müasir insan özü, həyatı və gələcəyi ilə bağlı proqnozları əli çatmayan ulduzlarda axtarır. Astronomiya olmasa astrologiya da ola bilməz. Biz onlardan aldığımız belə deyim, dəqiq hesablamalar üzərində apardığımız analizlərlə, şərhlərlə astroloji proqnozlar veririk. Fərqləri odur ki, astronomiya daha dəqiq elm sayılır, astrologiya isə elm sayılmır. Bu %100 bir proqnoz deyil, ehtimal daha güclüdür, %90 hətta üzərindədir. Amma astrolog bu şey deyibsə %100 o olacaq deyə bir kombinasiya yoxdur. 1948-ci ildə Forer adlı alim tələbələrinə onların sınaq nəticələri əsasında psixoloji analiz apardığını deyir. Tələbələrindən onlar haqqında əldə etdiyi 9 nəticəni 0-5 bal arasında qiymətləndirmələrini istəyir. Əslində isə nəticələrdə hamı üçün eyni keyfiyyətlər qeyd olunmuşdu. Tələbələrin yekun qiymətləndirməsi 5 üzərindən 4,26 olur. Barnum effekti adlandırılan bu sosial-psixoloji hal insanların bir sıra ümumi xüsusiyyətlərin yalnız onlara məxsus olduqlarına inanma halıdır. Bu effekt bürc proqnozlarının da insanlara eyni cür təsir etdiyini təsdiqləyir. Əslində astrologiyada bürclər önəmlidir, amma insanların düşündüyü qədər də önəmli deyil. Çünki astroloji hadisələr tək bürclərdən ibarət deyil. Yer kürəsində 8 milyarda yaxın insan var və düşünün ki, 12 bürc var. Yəni yer kürəsində sadəcə 12 xaraktermi ya 12 həyat taleyi qismətmi var? Bunu inanmaq biraz məntiqdən uzaqdır. Bu da çox normaldır. Heç bir peşəkar astroloq bürclərlə həyatını yönləndirir və yaxud da sən bu bürcün nümayəndəsisən deyə bu sənin həyatında olacaq və yaxud da ki, bürclərlə uyğunluq, sən bu bürclə uyğunsan və uyğun deyilsən anlayışı tamamilə məntiqdən və həqiqətən də elmdən uzaq bir yanaşmadır. Amma burada bürclərdən daha önəmli bir insanın doğum xəritəsi var astrologiyada. Biz dünyaya göz açdığımız zaman göy üzərində o planetlərin aktivliyinin yer kürəsinə neytronolarının ötürülmə enerjisi ilk olaraq saf bir bədənə o neytronoların hücumuna məruz qalır və bədəndə hansı enerjilərlə o ilk nəfəsini alıbsa, o zaman onun taleyi, gələcəyi müəyyənləşdirir. Yəni heç bir peşəkar astroloq sən xəstələnəcəksən, sən ayrılacaqsan, sən tək qalacaqsan, kimi və yaxud da sən qəza keçirəcəksən kimi proqnozlar verə bilməz. Bu tamamilə peşəkarlıqdan uzaqdır. Astrologiya bizə gələcək potensiallarımızı deyə bilir, amma yenə də insanın iradəsi və insanın seçimləri çox şey dəyişə bilir. Bürclərin xarakteri insanda hardasa ola bilər. Bəli, 12 bürcün 12-si də bizim doğum xəritəmizdə var və hər bürc bizim fərqli-fərqli həyat sahəmizdə özünüzü göstərir. Məsələn, mənim yüksələnim qız bürcü olduğu üçün mən özümü qız bürcünün xüsusiyyətini göstərə bilərəm. Amma dostlarımla münasibətdə mən şir bürcünün xüsusiyyətini göstərirəm. Cəmiyyətdə mən dolça bürcüyəm. Həyatın hər sahəsi var. O sahədə fərqli-fərqli enerjilərimiz var. Astrologiyanın falı qarışdırmayın. Çünki falçı özünü Allahın yerinə qoya bilər. Amma peşəkar bir astroloq sərhəddi bilməlidir. Biz verəcəyimiz proqnozlar insan həyatının nəticəsini deyə bilmirik. Zaten bunu desə artıq bizim falçıdan fərqimiz olmaz. Bir astroloq riyaziyyatı bilməsə, o hesab sistemini, bucaqları hesablayıb baş verəcək hadisələri bilə bilməz. Astronomiyanı bilməsə, sonra fəlsəfəni bilməsə, psixologiyanı bilməsə və eyni zamanda astroloqun analiz etmə qabiliyyəti olmasa, bu zaman o astrologiya peşəsinə yiyələnə bilməz. Həqiqətən də bir astroloq olmaq üçün minimum 3 il zaman lazımdır. Astrologiyanı biraz mən hər zaman deyirəm, hava proqnozuna bənzədirəm. Yəni havanın necə olacağı proqnoz olaraq dəyişmir. Hadisələr baş verir. Amma bizim o havaya qarşı seçimlərimiz, reaksiyamız dəyişir. Biz seçirik, sabah hava yağışlı olsa necə bir plan qura bilərik. Astrologiya da belədir. Astroloq qarşı tərəfə hadisəni deyir, baş verəcək enerjiləri deyir, amma nəticəni insanın özünün seçimləri və iradəsi formalaşdırır.